Salam uşaqlar, hər vaxtınız xeyir. Bu gün sizə yeni bir mətn tərcümə eləyəcəm ingilis dilindən. Çoxdandır paylaşımlar etmirdim vaxt məhdudiyyətindən. İndi bu mətni tərcümə eləyəcəm. Bu yeni kitabdır. İngilis dilini tərcümə etmək üçün, ingilis dilində danışıqlar öyrənmək üçün çox faydalı bir kitabdır. Kim kitabı PDF-in istəsə, WhatsApp-dan yazar, ataram. Deməli belə, Daniel Defoe mətnimizin adıdır, Daniel Defoe. Reading in September and October. Sentyabr və oktyabrda oxuyun yazılıb tərcüməsi. İndi keçək mətnə uşaqlar. Deməli yazıb ki, one of the first novels in the history of English literature was Robinson Crusoe by Daniel Defoe. Daniel Defoe was born in London in 1660. Deməli, uşaqlar, gəlin bu iki cümləni tərcümə eləyək. Deməli, birinci cümlədə deyir ki, İngilis ədəbiyyatının tarixində ilk novellalardan biri Daniel Defoe tərəfindən Robinson Crusoe olmuşdur. Yəni, Daniel Defoe tərəfindən yazılan Robinson Crusoe. Daniel Defoe 1660-cı ildə Londonda anadan olmuşdur. Tünd qara hərflərlə verilmiş sözlər uşaqlar yeni sözlərdir. Baxın, novels, was born. Was born anadan olmuşdur deməkdir. Was orada keçmişi bildirir, yəni anadan olmuşdur. Həmişə də born was-da işlənir. Daha sonra növbəti cümləyə keçək. When Daniel was a schoolboy, he began to write stories. Deməli, Daniel məktəbli oğlan olanda o hekayələr yazmağa başlar. Schoolboy, yəni məktəbli oğlan, yəni məktəbə gedən yaşda, məktəbli vaxtı, məktəbli oğlan hekayələr yazmağa başlar. After he finished school, the young man began to write articles for newspapers. Yazıb ki, deməli, tərcümə eləyək. O, məktəbi bitirdikdən sonra gənc adam qəzetlər üçün məqalələr yazmağa başlayır. Newspaper qəzetlər deməkdir, articles məqalə deməkdir. Daha sonra Defoe went to other countries and met many people that helped him to write his stories. Defoe başqa ölkələrə gedir və çoxlu insanlarla görüşdü. People, xalq deməkdir, həm xalqlar deməkdir, həm də insanlar deməkdir. That helped him to write his stories. Bu ona öz hekayələrini yazmağa kömək etdi. Yaxud da o, that o deməkdir. Burada bu kimdə tərcümə edib, yəni deyə bilərsiniz. In 1719, Defoe wrote the novel Robinson Crusoe. He told the true story of a sailor who lived on an island for 4 years where there were no other people. 1719-cu ildə Defoe Robinson Crusoe novellasını yazdı. O deməli adada 4 il yaşayan heç bir insanlar olmayan yerdə qayıqçı hekayəsindən bəhs edirdi. Yəni Robinson Crusoe nədən bəhs edirdi, onu demək istəyir. Daha sonra isə növbəti cümləyə keçək uşaqlar. Növbəti cümlədə Robinson Crusoe in Defoe's novel lived on an island for 28 years. He worked all the time and learned to make many useful things. People in England and in many other countries liked the novel. Deməli, Robinson Crusoe Defoe'nun novellasında 28 il adada 28 il daha doğrusu 28 yaşı vardı. Yəni yaşı vardı. O bütün üzr istəyirəm 28 il yaşadı adada. Daniel Defoe'nun deməli Robinson Crusoe haqqında, yəni o novelladan bəhs edir. O bütün bu zaman ərzində
işlədi. Worked işlədi deməkdir. All, hamı, bütün. Time, zaman deməkdir. Learned, öyrəndi. To learn, öyrənməkdir. Learned, feilin sonunda yəqin ki, bilirsinizsə, i-ed artırılanda feil keçmişdə işlənmiş olur. To make many useful things. O, bütün bu zamanda, bütün bu vaxt ərzində işlədi və çoxlu faydalı şeylər hazırlamaq yaxud düzəltməyi öyrəndi. To make, hazırlamaq yaxud düzəltmək deməkdir. Yəni, bir çox şeylər düzəltməyi, hazırlamağı öyrəndi, faydalı, lazımı yaxud da. People in England and in many other countries liked the novel. İnsanlar İngiltərədə və bir çox başqa ölkələrdə insanlar novellanı bəyəndi. Bu qədər mətn tərcüməsi. Kim nəyə başa düşmürsə yaza bilər uşaqlar. Yeni sözlər var burada. Lazım olsa göndərə bilər.